Havalar çox isti keçir. Günə qarşı da allergiyam var. Ona görə istifadə edirəm çətirdən. Çətir insana həmişə lazımdır. Çətir o adam, uşaq da onu istifadə edir yayın günlər. Plajda da istifadə olunur. Yay aylarında Aran rayonlarında çətirlə gəzən insanlara çox rast gəlinir. Elə həkimlər də qızmar günəş altına çıxdıqda çətirdən və müxtəlif baş örtüklərindən istifadə etməyi tövsiyə edirlər. Gün vurmadan qorunmaq üçün yaxşı olar ki, günəş şüasının altında çox gəzməsinlər. Tarlada, ondan sonra çimərliklərdə çox olmasınlar. Bundan başqa başlarına ağ örtük bağlasınlar və yaxud həsir çətirlərdən istifadə eləsinlər. Bildirək ki, gün vurma halı günəş şüalarının uzun müddət insan orqanizminə təsiri nəticəsində baş verir. Bu zaman insanlarda zəiflik, ürək bulanma, baş ağrısı və gicəllənməsi, nəbzin yüksəlməsi, üzdə qızartılar, bəzən də bədən temperaturunun yüksəlməsi müşahidə olunur. Buna görə də həkimlər günün müəyyən saatlarında bayıra çıxmamağı və fiziki işlə məşğul olmamağı məsləhət görürlər. 12 ilə 4-5 arası ən pik vaxtı yaxşı olar ki, açıq havada, günün altında işləməsinlər. Xüsusilə fiziki əməklə məşğul olanlar. Bəzi hallarda bizə görsən artıq lap ağır dərəcədə müraciət edirlər. Gedirik ki, xəstə artıq koma halına düşür, bayılmaya düşür. Qeyd edək ki, bugünədək gün vurma ilə bağlı Yevlax təcili və təxirə salınmaz tibbi yardım stansiyasına 7 nəfər müraciət edib. Mingəçevirdə isə bu göstərici 4-dür. Elnar İbrahimova, Nərmin İbrahimova, Şaban Cəfərov, Faik Kərimov, Yevlax, Mingəçevir.